Salam əziz şagirdlər, 6-cı sinif üzrə növbəti mətn üzrə tapşırıqların izahına başlayaq. İlk tapşırığımızda deyir ki, lüğətdən istifadə edərək aşağıdakı sözlərin mənasını araşdırın və onların arasında məna fərqini izah edək. Burada dar ağacı var, bir də var dor ağacı. Dar ağacı nədir? Burada dar sözü farsça kəndir, ip, sap mənasındadır. Dar ağacı birləşməsi, yəni kəndir ağacı deməkdir. Yəni kəndiri ağaca bağlayan və günahkarı göydən asmaq mənasında, belə deyək. Dor ağacı isə bu müxtəlif məqsədlər üçün gəmilərin ortasında dikəldilən uzun dirək mənasındadır. Sonra kampaniya nədir? Kompaniya nədir? Kampaniya hər hansı belə deyək də vacib, ictimai siyasi, sosial məişət və ya təsərrüfat probleminin həllinə nail olmaq üçün keçirilən bir tədbirlər silsiləsidir. Yəni seçki kampaniyası demək olar. Aydındır. Kompaniya isə bu şirkət mənasındadır. İnşaat kompaniyası, vaxtlarını bir yerdə keçirən kiçik qrup mənasında, bir yerə yığışmış dost və həmfikirlər, dost kompaniyası və s. Yəni bu sözlər arasında məna fərqliliyi var. 5-ci sinifdə siz ilanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzına bitər məsələni eşitmisiniz və bu məsələdəki yanlışlığı sübut eləmək üçün hansı sözün etimologiyasını araşdırmaq lazım gəlir. Etimologiya nədir? Etimologiya hər hansı sözün yaranma yolu, mənşəyi, kökünü öyrənən dilçilik bölməsidir. Baxa bilərik bu tapşırığa, yəni 5-ci tapşırıq, daha doğrusu B variantındakı tapşırıqda görə yanlışlıq nədir? Burada belə bir ifadə işlənmişdir və bizə məlum olur ki, yarpız və bitmək sözləri müasir dilimizdə bunlar fərqli mənada işlənirlər. Yarpız əslində yarbuz, yəni indiki manqust kimi tanınan bir heyvan adıdır. Bitmək də durmaqdır. Bəzən deyirlər, niyə burada bitmirsən, yəni niyə dayanmısan, durmusan burada? Bitmək də durmaq mənasında işlənmişdir. Yəni ilanın zəhləsi bu həmin manqust, yəni yarbuzdan gedər. O da onun yuvasının ağzında durar. Həqiqətində bu yarbuz, yəni quş, xırda gəmiriciklərlə yanaşı, yəni ilanla da qidalanır. Bu mənada biz bunu anlaya bilərik. Barbarlar və vandallar mətninin məzmunuyla yəqin ki, tanışsınız. Bunu təkrar oxumuram mən, amma burada tapşırıqların izahına baxmaq istəyərdim, digər tapşırıqların. Belə bir fikir verilib. Biri cümlədə fərqləndirilmiş sözün qarşılığı kimi işlənə bilməz. Qabaq sırada əyləşənlərin çoxu əcnəbi qonaqlar idi. Əcnəbi burada yadilli mənasında ola bilər, xarici qonaq mənasında ola bilər, amma işğalçı mənasında olmayacaq. Bir də C olsun. Nadan sözünə də baxsaq, nadan avamdır, savadsızdır, cahildir, elmsiz demək olar, amma nankör mənasını ödəmir. 2-də A variantı olsun. Mətnə əsasən barbar və vandal sözləri arasındakı fərqi tapaq. Hansı sözdə mənfi çalar, mənfi fikir, mənfi hiss daha belə deyək ki, güclüdür? Bu tapşırığa da baxaq. Əslində burada belə yanaşaq da, barbar, məsələn, vəhşi, kobud mənasındadır. Vandal sözündə isə mənfi çallar daha güclüdür. Müasir dövrdə də, məsələn, daha çox mədəni abidələri vəhşicəsinə məhv edənlərə elə vandal deyirlər. Demək, vandal sözündə mənfilik daha qüvvətlidir. Sonra növbəti tapşırıqda daha geniş anlayışla bunlara yanaşaq. Vandal və vandalizm sözlərini izah edək. Vandal sözü iki mənada işlənir. Bir, Roma imperiyasının bir hissəsini işğal edən və Roma şəhərini dağıdıb talan etmiş qədim German qəbiləsi mənasındadır. Bir də vandal deyirlər vəhşi, mədəniyyətsizlərə, mədəniyyət əsərlərinin vəhşicəsinə talan edən, dağıdan, onları yer üzündən silən, məhv edən mənasındadır. Amma vandalizm sözündə, burada verib də bunu, vandal sözündən vandalizm yaranıb, düzdür? Əgər vandal insandırsa, vandal insanlar, vəhşilik deyək də, amma vandalizm artıq burada mücərrəd məfhum ifadə edir. Yəni, izm şəkilçisinin köməyi ilə mücərrəd mənalı isimdir. Yəni, mədəni və maddi sərvətlərin məhv edilməsi vandalizm nümunəsi olacaq. E variantına baxırıq. Deyir, barbar sözündən dilçilik termini olan varvarizm sözü yaranıb. Sizcə bu söz hansı mənanı ifadə edir? Hə, varvarizm ifadəsi bizə tanışdır. Burada, məsələn, bir çox sözlər təqdim olunur. Məsələn, xaladilnik,
Sonra uje, vopşe, marujna, neujelni kimi sözlər görə bilirik. Biz bunları birinci Azərbaycan dili qarşılığı ilə ifadə eləsək, xaladilnik yox, soyuducu deyə bilərik. Uje yox, artıq deyə bilərik. Vopşe yox, ümumiyyətlə deyə bilərik. Marujna yox, dondurma deyə bilərik. Nevjeli doğrudanmı? Bu sözləri biz əvəzləyə bilərik. Ümumiyyətlə, yad sözlərin nitqə tez istifadə edilməsi ilə bağlı, yəni siz şagirdlər də artıq bu haqda məlumatlısınız. Yəni nitqdə bunların istifadəsi əslində yol verilməz hesab edilir. Belə əcnəbi söz və ifadələr nə adlanır? Varvarizm adlanır. Alınma sözlərdən fərqli olaraq varvarizm dilin təmizliyinə, belə deyək ki, yəni xələl gətirir da. Yəni bunları biz bilməliyik. Davam edək. Tapşırığında deyir ki, kontekstdən, yəni işlənmə yerindən çıxış eləyərək mətnin sonuncu abzasındakı qələmə vermək ifadəsinin mənasını biz çatdıraq. Görək nə verib? Görək necə verib bunu. Sonuncu abzasında deyir ki, Romalılar bu məğlubiyyətin əvəzini başqa cür çıxdılar. Vandalları vəhşi və mədəniyyətsiz xalq kimi qələmə verdilər. Yəni, xalq kimi tanıtdılar deyə bilərsiniz. Təqdim etdilər deyə bilərsiniz. Bu formada yanaşmağımız daha doğru olar. Aşağıdakı ifadələrin mənalarını təxmin eləyək və lüğət vasitəsilə bunları dəqiqləşdirərsiniz, amma mən izahlarını deyəcəm. Və bunları sübut edək ki, bunlar frazoji biləşmələrdir. Məsələn, qələmə almaq. Qələmə almaq nə deməkdir? Məsələn, deyir ki, filan yazıcı filan əsəri qələmə alıb, yəni yazıb. Bu, yazmaq mənasındadır. Qələmə sarılmaq nə deməkdir? Qələmə sarılmaq, yəni yazıçılığa başlamaq, yazmağa başlamaq mənasındadır. Qələmi daşdan keçmək nədir? Yazdığının təsiri, nəticəsi olur, yəni kəskin yazmaq mənasındadır. Qələmindən çıxmaq odur deməkdir ki, yəni yazının əsərinin müəllifi olmaq. Yəni əsərim deyir bu mənim qələmimdən çıxıb. Yəni bunun müəllifi mənəm. Müəllifi olmaq mənasında. Və bir də üstündən qələm çəkmək, bir dəfəlik unutmaq deyə bilərsiniz. Kiminsə xidmətlərini danmaq deyə bilərsiniz. Yox etmək məzmunda da biz bunları ifadə eləyə bilərik. Keçirik növbət tapşırığımıza. Məzmunla bağlı tapşırıqdır. Mətnə əsasən istinad eləyərək, yəni mətnə baxaraq, mətndən çıxış edərək doğru fikri biz müəyyənləşdirək. Burada nə deyir? Hansı fikir doğrudur? Təbii ki, vandalizm sözü konkret tarixi hadisə ilə bağlıdır. Bu mətndə də bu öz əksini tapır. Davam edək. Düşün və cavab ver hissəsi. Mətnin birinci hissəsində aldığımız, yəni əldə elədiyimiz, tanış olduğumuz məlumatlar var. Biz bunlardan çıxış edərək qədim Yunanlıların yadelliləri barbar adlandırmasına münasibət bildirək. Niyə bunlar barbar adlandırıblar? Əlbəttə ki, qədim Yunanlıların yadelliləri barbar adlandırmasına münasibət bildirərkən bizim bu sağ, yəni kitabın sağ hissəsində glossari rubrikası var. Burada tolerantlıq və multikulturalizm sözləri verilib. Tolerant nədir? Yəni fərqli fikirlərə, fərqli xalqların adət-ənənələrinə, inanclarına, yəni dözüm nümayiş etdirməkdir. Bir də multikulturalizm isə bütün xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşdür, prinsipdir. Yəni, başqa xalqların adət-ənənələrinə hörmətlə yanaşmaq prinsipi adlanır. Və əlbəttə ki, burada tapşırıqda da barbar niyə adlandırılmışdı? Yəni, onlar, belə deyək də, başqa xalqlara olan, yəni, belə deyək ki, Roma, daha doğrusu, Yunanlar başqa xalqlardan olanların Yunanca danışmadıqlarını görərək onlara yadelli deyiblər. Demək ki, burada onlar tolerant yanaşmayıblar. Aydındır? Bu fikirləri biz ifadə eləyə bilərik. Sonra, barbarlar və vandallar mətnini yazmaqda müəllifin məqsədi nə ola bilər? Yəni, müəyyən mövzu ilə bağlı məlumat verməkdir, yoxsa hansısa fikirlərini əsaslandırmaqdır. Burada müəllifin məqsədi müəyyən mövzu ilə bağlı fikir bildirməkdir. Yəni, mətndə də müəllif çalışır ki, əsaslandırmaq istəyir ki, barbar və vandal sözlərinin mənaları bir-birindən fərqlənir. Yəni, bunlar eyni anlayış deyirlər.
Sonra keçirik növbəti tapşırığımıza. Növbəti tapşırığımıza keçirik. Bu asan bir tapşırıqdır. Bunu yazacaqsınız hər halda. Mətnin strukturu, mətnin tərtibatı deməkdir. Girişdə hansı məqamlar yəni var və ona uyğun mətndən giriş hissə nümunələri gətirmək lazımdır. Əsas təmsil, nəticədir, sonluq da nəticədir. Yəni bilirik ki, hər bir mətnin 3 tərkib hissəsi olur. Giriş, əsas və nəticə hissəsi. Bunlardan çıxış eləyərək biz nə edə bilərik? Bu tapşırığı da asanlıqla yaza bilərik. İndi isə bizim dinləmə mətnimiz gəlir. Dinləmə mətnimiz var burada. Dinləmə mətninə baxırıq. Demək ki, bir dəqiqə qalmışdı. Bu bizim dinləmə mətnimiz 7-ci dinləmə mətnidir. 7-ci dinləmə mətni. Bunu kim deyib? General olmağı arzulamayan əskər yaxşı əskər deyil. Aforizmi bir çoxlarına tanışdı. Bu aforizm bir işə yeni başlayan adamı böyük nailiyyətlər qazanacağına inandırmaq, ruhlandırmaq üçün işlədilir. Bir çox mənbələrdə bu kəlamın 18-ci əsrin böyük Rus sərkərdəsi Aleksandr Suvorova aid olduğu deyilir. Lakin tarixi mənbələrdə həmin ifadəni həqiqətən Suvorovun işlətdiyinə dair heç bir sübut yoxdur. Tədqiqatçılar bu aforizmin ilk dəfə fransız sərkərdəsi Napoleonun dilindən deyildiyini aşkar ediblər. Tarixçi Blas 1837-ci ildə işıq üzü görmüş İmperiya dövründə hərbi həyat kitabında aforizmin Napoleona məxsus olduğunu göstərir. 1780-1821-ci illərdə yaşamış Clara Remuse adlı fransız yazıçısı isə öz memuarlarında bildirir ki, 1806-cı ildə Napoleon ordusunda döyüşən bir əskərin məktubu əldən ələ gəzirdi. Həmin məktubda aşağıdakı sözlər vardı. Şübhə yoxdur ki, əskəri ruhlandıran onun başqaları kimi marşal, knyaz, yaxud hersoq ola biləcəyi haqqında fikirdir. Rus mənbələrində isə həmin ifadəyə ilk dəfə yazışı Aleksandr Pagoskinin 1855-ci ildə yazdığı Əskər qeydləri kitabında rast gəlinir. Pagoski yazır. General olmağı arzulamayan əskər yaxşı əskər deyil. Amma gələcək taleyi barədə çox düşünən əskər ondan da pisdir. Cümlənin birinci hissəsi aforizmə çevrilib, davamı isə unudulub. Tədqiqatçılar hesab edirlər ki, bu aforizm Napoleona fransız ordusunda qeyri-bərabərliyi aradan qaldırmağa kömək edib. Onun ordusu Avropada adi əskərin marşal rütbəsinə qədər yüksələ biləcəyi yeganə orduydu. Rusiyada isə həmin illərdə səhvə yol vermiş əskəri bəzən ölənədək döyürdülər. Zabit rütbələri isə yalnız zadəganlara verilirdi. Bu səbəblərdən həmin qanadlı ifadənin 18-ci əsr Rusiyasında yarana biləcəyi inandırıcı görünür. Əziz şagirdlər, dinləmə mətnini dinlədiniz və general olmağı arzulamayan əskər yaxşı əskər deyil ifadəsini necə başa düşürük? Buna münasibət də bildirək. Əgər sözü şagird sözü ilə əvəz olunsa, əskər sözü şagird sözü ilə əvəz olunsa, bu cümlə necə dəyərləndirilə bilər? Biz belə bir şey deyək də, general olmağı arzulamayan əskər yaxşı əskər deyil ifadəsini bir öz şəxsi həyatımızla əlaqələndirə bilərik. Məsələn, yaxşı müəllim, yaxşı həkim, yaxşı polis, yaxşı rəssam, yaxşı
hərbçi olmağı arzulamayan şagird yaxşı şagird deyil. Demək, şagirdlər buna münasibət bildirəndə biz öz ilk növbədə öz həyatımızla bunu əlaqələndirsək daha yaxşı olar. Yəni hər hansı bir işə başlayanda insan nə etməlidir? Özünə inanmalıdır. Nailiyyət, uğur qazanacağına inam hissi onda olmalıdır. Əgər insanın çatmaq istədiyi bir, belə deyək də, bir hədəfi varsa, məqsədi varsa, o var gücü ilə çalışar və istədiyinə nə olar? Nail olar. Yuxarıdakı mətnin strukturu ilə bağlı tapşırıq da var idi ki, biz bunu kim deyib mətnini dinlədik və yuxarıda verilmiş cədvəl əsasında dinlədiyimiz mətnin strukturunu da nə edə bilərik? Müəyyənləşdirə bilərik. Növbəti qrammatika qaydamız köməkçi nitq hissələrindən bağlayıcıdır. Bağlayıcının tərifi necədir? Sözün kökündə görsə bağ, yəni bağlamaq məzmunu var. Bağlayıcı nə edir? Sözləri, cümlələri nə edir? Sözləri, cümlələri bir-birinə bağlayır. Yəni bir-biri ilə əlaqələndirir. Aydındırmı? Burada kitab dilində belə verib, bağlayıcı cümlənin komponentləri. Komponent nədir? Cümlə üzvləri, mürəkkəb cümlənin tərkib hissələri arasında əlaqədən köməkçi nitq hissəsidir. Biz sadə dillə desək, bağlayıcı məsələn nə edir? Sözləri bir-birinə bağlayır. İki cümləni bir-birinə bağlayır. Biz buna nümunə yaza bilərik. Məsələn, görək burada bu hissədə olmalıdır. Bax, yazırıq burada. Məsələn, bax, sözləri bağlasın. Bağlayıcı nümunə məsələn və bağlayıcısı. Yazıram. Əli və Kamil dərs oxuyur. Dərs oxuyurlar. Burada iki sözü bir-birlə və bağlayıcısı bağladı. Sonra iki cümləni bağlasın. Deyirəm, Əli yazır və Kamil onu izləyir. Ya ona baxır. Fikir verirsiniz. Burada Əli yazır bir cümlə, Kamil onu izləyir iki cümlə. Burada və bağlayıcısıyla iki cümlə nə oldu? Bir-birlə əlaqələnmiş oldu. Sonra bağlayıcılara baxsaq, məsələn, həm də bağlayıcısı verilir. Məsələn, həm müəllimlər, həm şagirdlər tədbiri maraqla izləyirdilər. Bu, iştirak məzmunu yaradır. Yəni, tədbirdə müəllimlər də, şagirdlər də nə edib? Bu tədbiri izləyiblər. İştirak məzmunu yaradan bağlayıcı həm-həmdir. Sonra bölüşdürmə bağlayıcısı. Ya hamı bu işdən imtina eləsin, ya da əl-ələ verib, neynəsin? Tez bitirməyə çalışsın. Digər bölüşdürmə bağlayıcısı var. Gah-gah da məsələn. Yəni, burada verməyib, gah-gah da. Məsələn, deyirəm, gah yağış yağır, gah külək əsir. Düzdürmü? Deyirəm ki, gah günəş çıxır, gah qar yağır. Fikir verirsinizmi? Bölüşdürmə məzmunu yaratmış olduq burada. Sonra burada aydınlaşdırır. O başa düşürdü ki, nəyi? Aydınlaşdıran hiss bağlayıcı kidir və digər hissəni aydınlaşdırır. Müəllimin etimadını doğrultmalıdır. O, müəllimin etimadını doğrultmağını anlayırdı, başa düşürdü. Sonra burada şərt var. İndi ki, bir halda ki, bir şərtlə ki, əgər, bunlar hamısı şərt bağlayıcılardır. Bizimlə getmək istəyirsən, onda tezdən hazır ol, şərt qoyur. Sonra inkar eləyir. Nə uşaqlar, nə də böyüklər zalı tərk etmək istəyirlər. Burada artıq inkarlıq məzmunu olduğuna görə bu cümlədəki feil inkarlıq şəkilçisi manı qəbul etmir. Belə əslində düzgün olur. Deyə bilər ki, nə o mənə salam verdi, nə də mən onu dindirdim. Görürsünüz, yəni inkar elədik. Amma desək ki, nə o mənə salam vermədi, nə də mən onu dindirmədim. Burada ikinci dəfə ma inkarı verməyə ehtiyac yoxdur. Çünki artıq bir dəfə inkar bağlayıcısı işlənib. İndi tapşırıqlarımıza baxırıq. Birinci tapşırığımıza deyir ki, cümlələrin tərkibindəki bağlayıcıları və onların komponentlər arasındakı yaratdığı məna əlaqəsini tapaq. Bağlayıcının da məna növləri var da. Birincisi aşağıda verilmişdi. Birləşdirmə, qarşılaşdırma, səbəb, iştirak, aydınlaşdırma, şərt, düzdür, iştirak və s. Hava soyuq idi, amma biz üşümürdük. Hava soyuqdur, amma biz üşümürük. Burada nə var? Ziddiyyət var. Qarşılaşdırma bağlayıcısı. Axşam vaxtı şəhərdə sıxlıq olur. Aydınlaşdırır indi. Yəni burada ona görə də evə tez getdik. Sıxlıq oldu. Nəticədə nə oldu? Bu səbəbdir. Ona görə nə oldu? Evə tez getdik və səbəb bağlayıcısı işlənib. Gözlənilən qonaqlar gəldilər və
Tədbir açıq elan olundu. Və də nədir? Birləşdirmə bağlayıcısıdır. Komponent nədir? Bir vahidin tərkib hissəsi. Yəni cümlənin, məsələn, bu bir dənə komponentdir, bu da ikinci komponent. Cümlənin tərkib hissələri. Cümlələrdəki bağlayıcıları və onların yaratdığı məna əlaqələrini müəyyən edək. Murad və Vüqar 6-cı sinifdə oxuyurlar. Və nə oldu bu? Birləşdirmə bağlayıcısı. Boğazın göynüyürdü, ona görə də dərman içdim. Səbəb. Əgər istəsən, görüşə birlikdə. Əgər nə idi? Bayaq dedik, şərt. Uşaq gah gülür, gah ağlayır. Bölüşdürmə var. Yəni, hadisələrin məzmununda bölüşdürmə var. Gah ağlayır, gah gülür. Bölüşdürmə. Yorulmuşduq. Ancaq, lakin, halbuki heç kim evə getmək istəmir. Və görürsünüz, iki fikir qarşılaşdırılır. Qarşılaşdırma bağlayıcısı. Hərçənd qohum idik. Qohumdular, gec-gec görüşürlər. Güzəşt. Güzəşt. Hərçənd ki. Sinifimiz aydınlaşdırır. Hansı sinif? Yəni 6-cı sinif aydınlaşdırma bağlayıcısı. Nöqtələrin yerinə uyğun bağlayıcı yazaraq cümlələri tamamlayaq. Baxaq, artıq gec idi. Onlar heç ayrılmaq istəmirdilər. Artıq gec idi. Ancaq onlar ayrılmaq istəmirlər. Qarşılaşdırma. Qarşılaşdırma bağlayıcı hansılar oldu? Amma, ancaq, lakin, halbuki, fəqət. Oğlanın danışığından bilinirdi ki, bu yerlərə bələd deyil, aydınlaşdırır. Müsabiqədə həm bölüşdürmə deyir, gah mahnı oxumalı, belə belək də bunu bölüşdürmə deyirsə, müsabiqədə ya mahnı oxumalı, ya da rəqs etməlisiniz, ya da bölüşdürür. Asfalt yol çox uzun idi, ona görə də kəsə yolla kəndə gedəsi olduq. Bu nədir? İnkarlıq. Nə qaraltı görünür, nə də bir hənirti duyulurdu. İnkarlıq bağlayıcısı nə də ki. İştirak. Uşaqlar üçün yazılan hekayələr. Həm hekayələr də, şeirlər də. Burada iştirak bağlayıcısı həmdəni verməyək, daha üstü 2-ni verək. Uşaqlar üçün yazılan hekayələr də, şeirlər də çox maraqlı idi və bunu yazmaq olar.